will say Rasulullah on that day, even though we've strayed from him and his way. My brothers, my sisters in Islam, let's struggle, work and pray if we are to bring back the glory of his way. Biraz açılıb buradan baxın, partlayıb buradan baxın. Necə maraqlı, necə qəribədir. Kameranı 33 ay için özü çizdik. Başladısa bir 10 dəqiqəyə kimi açır dayanır. Çox maraqlıdır. Mən belə görməmişdim. Mən birinci dəfədir görürəm. Əkmək olur onu aparıb. Hə, onu mənə verin də. Mütləq. Bayaq hiçbir şey yoxdur. Biz baxanda hamısı açır. Mənə çox maraqlıdır ki, o necə açılacaq. Bu bayaqlarım düyün idi əməlli başlı. Gələndə baxdıq, bir dəqiqə, 2 dəqiqə. Və eminim bu ləçəyin üstündə qoy. Çox maraqlıdır. Bu yarpaqlarını tulladı. Biz bayaqdan durub gözləyirik ki, onun açılmağını gözləyirik, görək necə açılacaq. Saat əzanın vaxtına təxminən 3 dəqiqə qalıb da, 2-3 dəqiqə belə deyək. İndi 1-2 yarpağını tulladı. Mənə çox maraqlıdır və bayaqdan biz bu məhəllədə gözləyirik onu ki, o açılsın. Çox maraqlıdır mənə. Elə bir gözləyir, bir dəqiqə baxan kimi. İminlə azanın vaxtında bunun açması qəribədir. Allahın möcüzələri, Allah sənə qurban olum. Çox maraqlıdır. Bayaqdan gözləyirik, azana bir 4 dəqiqə qalıb da, əziz tamaşaçılar. 3-4 dəqiqə qalıb da. Yəni hava qaralır yavaş-yavaş görürsünüz və o çiçəklər məhz azanın saatında. Deyə bax, ay Allah. Ay Allah, sənə qurban olum, ay Allah. Düz namazın vaxtıdır, ay Allah, sənə qurban. Tüklərim biz dur, deyə buna bax. Bax, ay Allah. Ay Allah, sənə qurban olum, ay Allah. Düz namazın vaxtıdır, ay Allah, sənə qurban. Tüklərim biz dur, deyə buna bax. Dəhşət deyə bu. Allahu Ekber. Bir dənə ona o birisini də gəl gözləyək baxaq bir dənə. Çox qəribədir. Yəni bu necə qəfildən Allah haqqı tüklərim biz oldu ey. Allah sənə qurban olum ay Allah. Bax əziz tamaşaçılar, bu heç bir montaj deyil, heç nə deyil. Qəfil açılacaq da. Əlimlə baş saxlamışam özdə gülü ki görək. İnteresli ki, məhz azanın saatında onun açılmağı. İndi açılacaq bax, ona bax. Ayağınızın yanında vurdu bax. Hanı? Bu ayağımın yanında vurdu. Bəruz bax. Açıldı. Yo, indi bu açılacaq. Bir dənə gözləyin. Məhz əzan saatında bunun açmağına bax. Qurban olum Allah sənə. Ona bax. Allahın möcüzəsinə bax da. Düz əzanın saatında 21:30. Çox maraqlıdır. Mən dedi açılır bax. Ay Allah. Məhz azanın saatında açılır ya. Allah sənə qurban olum ay Allah. Deyə ona ay Allah sənə qurban olum ay Allah. Ay dedi ha. Ay Allah. Azan başlayır, azan bitənə bax. Allah sənə qurban olum. Bax bu möcüzəni məncə kifayətdir artıq. Bu möcüzəni biz yalnız və yalnız Oğuzda görə bilərdik. Çiçəklər azan başlayanda azan başlayan kimi axşam saatında çiçəklər açmağa başlayır. Azan bitəndə çiçəklər açmasını dayandırır. Yəni bayaqdan görün, bayaqdan. Buna bax, indi açılacaq bu da bax. Çox maraqlıdır. Bayaqlarım adicə qönçələr idi bunlar. Adi qönçələr idi. Bax, indi azan səsi gələndən azan digə baxırız bax. Baba indi tamam açılacaq kilitlərini. Orada gözlə biraz. Bayaqdan gözləyirik. Bayaqdan öz vaxtı var. Bayaqdan mənim burada gözləməyimin ən böyük səbəbi əziz tamaşaçılar bu çiçəklərin açılmasıdır.
Bax, gör necə açır yarpaqlarını. Allah sən saxla, Allah. Qurban olmalısan. Əməlli başlı biri var ki, kadrı qoyursan, o neçə dəqiqəyəsə şey eləyir, açılır insanın gözünün qabağında. Bir də var ki, belə sənin gözünün qabağında beləcəsinə əməlli başlı çiçək açır ora. Çox maraqlıdır. Onu çək, onu istəyirəm çəkəsən belə. Yəni belə çiçəkləri yalnız biz Oğuzda görə bilərdik. Mən gördüm və öz-özündən əməlli başlı çiçəklər açılır. Özü də məhz azan saatında açılır. Bayaqdan gördüyünüz kimi bunların hamısı qönçələr idilər. Balaca qönçələr idilər. Bükülü belə qönçələr idilər. Və azan vaxtında bunlar hamısı artıq açılmağa başladı, çiçək açdı. Bu Allahın möcüzəsidir. Bu ən qeyri-adi bir möcüzədir. Yəni bunu sadəcə olaraq mən görməmişdim və ağlıma belə gətirməzdim ki, belə bir şey ola bilər. Və mən bunu gəldim Oğuzda gördüm və şokdayam bu saat. Bunu deyirsiniz? Hə, bax, görürsünüz əziz tamaşaçılar, biz burada danışdıqca bir neçə dəqiqənin içərisində baş verir bunun hamısı. Bir neçə dəqiqənin içərisində cəmi cümlətanı o azanın səsi gəlib bitənə qədər çiçək artıq bütün ləçəklərini tulluyur. Bu İsmailov Rasimin həyətidir. Yalnız onun həyətindədir bu çiçəklər. Və Oğuzda var, amma məhz Oğuzda gəldik bunu gördükdə. Biz başqa heç yerdə mən bunu görməmişdim. Tam 12 saata Qızılgülün açılma prosesi var. Amma bu bir neçə dəqiqənin içində azan başlayandan bitənə qədər. Azanın səsi ki gəldi və salam. Və məhz bu çiçəyi də burada tanıdığıma çox sevindim. Çox sevindim.